Deməli, bugün danışacağıq şərt budaq cümləsindən. Yəni, şərt budaq cümləsi if vasitəsi ilə yaranır, real və qeyri-real ola bilər. Real conditional və unreal conditional. İngiliscə conditional olaraq tərcümə olunur. Və şərt budaq cümləsi necə yaranacaq? Gəlin birinci real olan situasiyaya baxaq. Məsələn, deyirəm ki, hava yaxşı olsa, parka gedəcəyik. Deməli, burada heç bir qeyri-real bir fakt yoxdur. Ola biləcək bir şeylərdir. Hava yaxşı olsa, piknik edəcəyik, hava yaxşı olsa, parka gedəcəyik və s. Deməli, eynən Azərbaycan dilində olduğu kimi, baş və budaq cümlə yer dəyişdikdə məna dəyişmir, zaman uzlaşması dəyişmir. Necə ki, burada if the weather is good, yəni indiki sadə zaman yazmışamsa, yerini dəyişdirdikdə, budaq cümləni ikinci yazdıqda da həm məna indi qalır, həm də zaman. Yəni ifdən sonra, yəni indiki sadə zamandır. Deməli, real şərt budaq cümləsində ifdən sonra budaq cümlə adlandırdığımız hissədə present simple, yəni indiki sadə zaman, baş cümlə adlandırdığımız hissədə isə biz gələcək sadə zaman, yəni future simple-dan istifadə edəcəyik. If the weather is good, we will go to the park. Əgər hava yaxşı olsa, biz piknik edəcəyik. İndiki sadə və gələcək sadə zamanlar. İkinci isə bu situasiyaya baxaq. Əgər pulum olsaydı, yeni maşın alardım. Bu qeyri-realdır. Amma biri var, ümumiyyətlə olması imkansız bir şey. İndi üçüncüdən danışanda, müqayisə edəndə görəcəksiniz ki, olması imkansız deyəndə nəyi nəzərdə tuturam. Bu hal-hazır üçün real deyil. Əgər milyoner olsaydım, dünyanı gəzərdim. Əgər pulum olsaydı, yeni maşın alardım. Düzdür, real deyil, amma bir növ gələcəklə bağlıdır. Yəni, olma ehtimalı var. Bunu necə yazacağıq? Bəs yenə də baş və budaq cümlənin yeri dəyişdikdə məna dəyişməyəcək. If I had money, I would buy a new car. Deməli, if-dən sonraki hissə, yəni budaq cümlə adlandırdığımız hissəni yazacağıq past simple-da, yəni keçmiş sadə zamanda. Baş cümlə adlandırdığımız hissəni isə yazacağıq deməli, would ilə. Would plus fiil. Deməli, I would buy a new car if I had money. Məna eynidir. Deməli, if-dən sonranı yazacaq past simple, keçmiş sadə zamandan. Baş cümlədə isə would plus V1-dən istifadə edəcək. Yenə də bu hal-hazır üçün qeyri-realdır. Amma indi göstərdiyimiz hadisə, cümlə isə ümumiyyətlə olması imkansız bir şeydir. Bu artıq tamamilə keçmişlə bağlıdır. Yəni, bunun olma ehtimalı, ümidi yoxdur. Gələcəklə heç bir bağlılığı yoxdur. Səbəbi nədir? İndi cümləyə baxaq, mənanı aydınlaşdıranda sizə aydın olacaq. Deməli, baxın, çox yaxşı bir mühazirə keçirilib artıq. Artıq olub bu mühazirə. Amma bizim xəbərimiz olmayıbdır. Mühazirə artıq başlayıb qutarıbdır. Mən də heyfslənirəm ki, kaş xəbərim olsaydı, kaş bilsəydim, mən də iştirak edərdim mühazirədən. Yəni, bu da əslində şərt budaq cümləsidir. Amma qeyri-realdır, yəni artıq olma ehtimalı yoxdur. Çünki bu akt artıq keçmişdə baş veribdir. Mən əgər səni tanımış olsaydım vaxtında, səni partimə dəvət edərdim. Xəbərim olsaydı, mən də mühazirədə iştirak edərdim. Amma yəni artıq mühazirədə iştirak etmə şansımız yoxdur, çünki olub bitib. Tamamilə keçmişlə əlaqədardır. Bu necə yaranır? If-dən sonraki hissəni, yəni budaq cümlə adlandırdığımız hissəni past perfect-də, yəni keçmiş, bitmiş zamanda yazacağıq. If I had known, əgər bilmiş olsaydım. Baş cümlə adlandırdığımız hissədə isə would have plus verb-dən istifadə edəcək. Yəni participle to-dan. I would have participated. Yəni artıq biz burada would have və verb-dən istifadə etmiş olduq. Bu da sonuncu conditional formasıdır.